Əslində bizim bəzi bölgələrimizdə də elə az öncə anonslardan da toxunduq bu mövzuya, hansı ki stadionlar var. Amma təbii ki bəzi stadionlar təmirsizdir, bəziləri təmirlidir. Gənclərin də asudə vaxtını səmərəli keçirmək üçün önəmlidir əslində bu stadionlar. Çünki bir çox hallarda gənclər nə edir? Heç nə tapmayanda əlbəttə gedirlər çayxanada otururlar, çay içirlər, qeybət edirlər. Yəni ən yaxşı halda başqa bir yəni fəaliyyətləri olmur. Xüsusilə də regionlarda təəssüflər olsun ki, elə növbəti sujetimiz də bu barədə olacaq, düzdürmü Mübariz? Bəli, istəyirəm təqdim edeyim sujeti. Salyan şəhərində sakinləri narahat edən məsələ futbol meydançasının taleyi ilə bağlıdır. Şəhərin PMK 9 kimi tanınan yaşayış massivində yerləşən və uzun illərdir gənclərin istifadəsində olan meydançanın gələcək aqibəti sual altındadır. Qaynar xəttimizə müraciət əsasında məsələni araşdırıb bizim əməkdaşlarımız. Gəlin ətraflı sujetdən məlumat alaq. Salyanın Böyükağa Talıblı küçəsində sakinlərin daha çox PMK 9 adı ilə tanıdığı yaşayış massivində yerləşən futbol meydançası uzun illər əvvəl salınıb. Meydança şərait baxımından ideal olmasa da ərazidə yaşayanların demək olar ki, böyükdən kiçiyə hər kəsin asudə vaxtını səmərəli keçirdiyi əsas məkanlardan biridir. Lakin son dövrlər meydançanın mövcud vəziyyəti və gələcək taleyi ilə bağlı narahatlıqlar getdikcə artmaqdadır. Sakinlər iddia edir ki, ərazidəki bu meydança satışa çıxarılır hansısa qurumlar tərəfindən və bu da sakinləri ciddi narahat edir. Onu da qeyd edək ki, ərazidə gənclərin və uşaqların əylənməsi üçün yeganə məkan bu stadiondur. Sakinlərin bildirdiyinə görə uzunluğu təxminən 110 metr olan futbol meydançası illərdir heç bir rəsmi dəstək olmadan onların öz daxili vəsait hesabına qorunub saxlanılır. Lakin bugün meydançanın taleyi sual altındadır. Sakinlər iddia edirlər ki, bundan əvvəl yaşayış massivinin ərazisində yerləşən parkın böyük bir hissəsi satılıb və həmin ərazidə obyekt inşa edilib. Məhz bu səbəbdən onlar növbəti hədəfin futbol meydançası olacağından ehtiyat edirlər. Hərə bir dənə metrə götürür, gəlir bura, deyir ki, bura həyət yeridir. Yəni, allıq bura, nağarruq. Var hata çəkib gətiriblər mərkəzə. Yəni, o gündən aparıb yerinə qoymuşam. 110 metrə uzunudur, aparıb bastırmışam yerinə. Satılma da o ki, gözləyirlər ki, məktəb bağlansın, gəlsinlər. Hərə bir dənə metrə, lapatka, gəlir, ölçür, biçir. Yəni, qırğına çıxıram, qaytaram da, deyirəm, get kimə deyirsən, dinlən, qardaş. Bura məhəllənin stadionudur, uşaqların oynamağa yeri yoxdur. Məhəllənin içərisində də yer qalmayıb. Fikrimiz odur ki, biz gəlirik burada futbol oynamağa, gəlirlər bizi deyirlər ki, satılacaq bura, oynamağa yerimiz yoxdur. Vallahi gəlirlər, tanımırıq heç kimlərdir, gəlirlər deyirlər satılacaq, biz də deyirik ki, satılmasın da, oynamağa bir də yerimiz buradır. İyul ayında olub ki, hətta gəlib baxıblar da ki, stadionu alanlar bulardır, uzaqdan uzağa görüb tanımadığımız şəxslər. Salyana çıxıb gedəndə, eləyəndə, hələ görsən, eşidirsən ki, deyirlər ki, stadionunuzu aldılar, alıblar stadionu. Ancaq kim alıb, nə alıb, nə tər alıb, hələ o da bilinmir. Ancaq o da bilir ki, bu stadion Təhsil Nazirliyinin deyirlər göyə balansındadır. Məktəb var burada, məktəbin uşaqları da burada dərs keçir, idman dərslərini burada eləyir. Bu günləri idmana belə yüksək qayğı göstərilən ərəfədə bu qəsəbə sakinlərinin xahişi ondan ibarətdir ki, qoruyaq bu stadionu. Sakinlər onu da bildirirlər ki, futbol meydançasının sonradan 5 nömrəli orta ümumi təhsil məktəbinin balansına verilməsi məsələsi gündəmə gəlib. Məsələ ilə bağlı Şirvan Salyan Regional Təhsil İdarəsindən şifahi olaraq bildirilir ki, futbol meydançası həqiqətən təhsil müəssisəsinin balansına keçirilib. Lakin satış iddiaları ilə bağlı hər hansı rəsmi açıqlama verilmədi. Salyan şəhər bələdiyyəsindən isə cavab ala bildik. Deyilən ərazi ilə bağlı bu gün bizdə torpaq satışı ümumiyyətlə həmən ərazidə nəzərdə tutulmuyor. Bilavasitə ki, ora stadion kimi istifadə olunur. Bir mənalı belə bir şey yoxdur, nə də bundan sonra nəzərdə tutulmuyor. Nə də oradan hər hansı bir vətəndaş bizə müraciət eləməyib ki, oradan fərdi yaşayış evi tikmək üçün ona torpaq satışı həyata keçirir. Sakinlərin narahatlığı başa düşüləndir. Onlar hesab edirlər ki, sözügedən futbol meydançası qorunmalı və gələcəkdə də gənc idmançıların yetişməsi üçün xidmət etməlidir. Məsələnin necə həll olunacağını isə zaman göstərəcək.